Salam əziz tələbələr, mən qanunvericilik fənni üzrə təlimçi Mehman Ələkbərov. Qeyd edim ki, 15 may tarixində keçiriləcək imtahan öncəsi imtahana düşmə ehtimalı böyük olan mövzulardan testlərin izahına baxacağıq. Bu sınaqlar imtahana özü hazırlaşan tələbələr üçün dəstək məqsədi ilə çəkilir. Videonu bəyənərək, şərh yazaraq, paylaşaraq dəstək ola bilərsiniz. Keçid edək testlərimizin izahına. Sual 1. Azərbaycan Respublikası Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası necə təsdiq edilir? Bildiyimiz kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Prezident tərəfindən Milli Məclisə təqdim edilir. Milli Məclis Konstitusiya qanunu ilə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını təsdiq edir. Doğru cavab C variantı olacaq. Fikir versəniz, A variantına Prezidentin razılığı ilə xeyr, razılıq deyildi. Milli Məclisin razılığı ilə xeyr, razılıq məsələsi deyildi. Milli Məclis qanunla təsdiq edir, xeyr. Milli Məclis Konstitusiya qanunu ilə təsdiq edir. Növbəti sual, dövlət qulluğu haqqında qanuna əsasən 3-cü kateqoriya dövlət orqanını seçin. Bakı şəhər Yasamal rayon icra hakimiyyəti 4-cü kateqoriya dövlət orqanıdır. Qeyd edim ki, Bakı şəhər icra hakimiyyəti özü 2-ci kateqoriya dövlət orqanıdır. Ancaq digər şəhər rayon icra hakimiyyətləri 4-cü kateqoriyadır. Bu səbəbdən Bakı şəhər Yasamal rayon icra hakimiyyəti 4-cü kateqoriya dövlət orqanıdır. Qida Təhlükəsizliyi Agentliyi mərkəzi icra hakimiyyəti orqanıdır. Bu səbəbdən 2-ci kateqoriya dövlət orqanıdır. Naxçıvan Muxtar Respublikasının prokurorluğu 2-ci kateqoriya dövlət orqanıdır. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 3-cü kateqoriya dövlət orqanıdır. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi. Növbəti sual, dövlət orqanlarında dövlət mülkiyyətində və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə büdcə təşkilatlarında kargüzarlığın aparılmasından bağlı təlimata əsasən sərəncam maiyyəti sənədlərə aid deyil. Bu tip başlıq görərsinizsə, baxmayaraq ki, sual uzundur, bu kargüzarlıqla bağlı təlimat var. 27 sentyabr 2003-cü ildə Prezidentin fərmanı ilə təsdiq olunubdur bu təlimat. Qısa olaraq kargüzarlıq deyə yadda saxlaya bilərsiniz. Sərəncam maiyyəti sənədlərə aid olmayan fikri istəyir bizdən. Bəs sərəncam maiyyəti sənədlər nələrdir? Bunlar əmr, qərar, sərəncamdır. Aid olmayan fikir isə protokoldur. Sərəncam maiyyəti sənəd deyil. 4-cü sual. Dövlət hakimiyyəti daxili məsələlərdə məhdudlaşır. Konstitusiyanın 7-ci maddəsindən gələn bir sualdır. Dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla məhdudlaşır. Bəs xarici məsələlərdə nə ilə məhdudlaşır? Yalnız tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə məhdudlaşır. Fikir versəniz, B variantı hüquqla fikri var, yanlışdır. Növbəti sual, qanuna uyğunluğu müəyyən edin. Qeyd edim ki, bu tip suallarda mən tələbələrə məsləhət bilərəm ki, variant üzərində işləsinlər və daha rahat olar. Hansı variantı bilirsinizsə, hansı hüquqdadır, uyğunlaşdırın. İlk öncə ondan başlayın. Misal üçün, deyək ki, dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Bu fikir nikah hüququndadır. 2-yə D yaza bilirəmsə, əminəmsə 2-yə D-dir, variant üzərində işləyirəm. Variant üzərində işləyən zaman 2-yə D uyğun gələn cavab variantlarını götürürəm, digərlərini çıxıram. Fikir versəniz, C və A variantlarını çıxdım və vaxt qazanmış oluram bu səbəbdən. B və D variantımız deməli ikisindən biri düzgün cavabdır. Və fikir versəniz, 3-ə Y variantı var hər ikisində. 3-ə baxmağa ehtiyac yoxdur. 3-ü çıxıram. Y variantını çıxıram. Qalır A, B, C. C variantı da getdiyi üçün, çünki B və D variantlarında 1-ə C uyğun olan fikir yoxdur. A və B arasında qalıram. Hər ikisini təhlil edirəm. Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyən edilmiş qaydada həll edilir. Bu fikir hansı hüquqda idi? Tətil hüququnda idi. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Bu fikir isə əmək hüququndadır. Bu səbəbdən 1-ə A-nı uyğunlaşdıra bilərəm. Və avtomatik olaraq sualımın cavabı B variantı olacaq. Növbəti sual. Dövlət bayrağının təsvirindən istifadə edilmir. Beynəlxalq uçuşları həyata keçirən mülki hava gəmilərində istifadə edilir. Ancaq beynəlxalq uçuşu həyata keçirən hərbi hava gəmisi deyil. Bu səbəbdən sualımın doğru cavabı A variantı olacaq. Növbəti sual. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumat hansı hissəsində qeyd olunur? Qeyd edim ki,
elektron sənədin quruluşu iki hissədən ibarət olur. Əgər bunları tam olaraq yadda saxlamaq üçün ümumi və xüsusi hissələrdən ibarət olur. Ümumi hissəsində elektron sənədin məzmunu, ünvanlandığı şəxs barədə məlumatlar, xüsusi hissəsində isə elektron imza və vaxt göstəricisi göstərilir. Bu səbəbdən sualda sənədin məzmunu, ünvanlandığı şəxs barədə məlumat deyirsə, ümumi hissəni götürəcəyik. Növbəti sual. Dövlət Qulluğu İdarəetmə Şurasına aid deyil. Şura 18 nəfər üzvdən ibarətdir, doğrudur. Şura dövlət orqanı deyil, doğru fikirdir. Bizdən yanlış fikir istəyir. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 iş günü müddətində müvafiq orqanlara göndərilir, doğru fikirdir. Şuranın səlahiyyətləri qanunvericiliklə təsdiq olunmuş əsasnamə ilə müəyyən edilir. Yanlış fikirdir. Qanunla təsdiq edilən əsasnamə ilə müəyyən edilir. Yanlış fikri istədiyi üçün sualımızın doğru cavabı D variantı olacaq. Növbəti suala baxaq. Gəncə şəhər apellyasiya məhkəməsində iclas katibi vəzifəsi üzrə ilk dəfə daimi dövlət qulluğuna daxil olmuş şəxsə neçə il sonra birinci dərəcə dövlət qulluqçu ixtisas dərəcəsini ala bilər? Hər imtahan belə bir sual düşür. Gəncə şəhər apellyasiya məhkəməsi. Ümumiyyətlə, ölkədə 5 apellyasiya məhkəməsi var. Bakıdır, Şəkidir, Şirvan, Gəncə, Sumqayıt. Bu şəhərlərdə apellyasiya məhkəmələri var. Və apellyasiya məhkəmələri ikinci kateqoriya dövlət orqanıdır. İclas katibi vəzifəsini soruşduğu üçün iclas katibi mütəxəssis vəzifəsidir. İkinci kateqoriya dövlət orqanlarında mütəxəssis vəzifəsi, qeyd edim ki, vəzifələrlə bağlı YouTube səhifəmizdə ətraflı video izahı var, keçid edib baxa bilərsiniz. Apellyasiya məhkəməsində iclas katibi, hakim köməkçisi, bu kimi vəzifələr 5-ci təsnifata düşür. İnzibati vəzifələrin 5-ci təsnifatına düşür. 5-ci təsnifatda gəlin baxaq, hansı ixtisas dərəcələri var? İlk öncə biz onu bilməliyik. Kiçik müşavir, birinci dərəcəli dövlət qulluqçusu, ikinci dərəcə dövlət qulluqçusu. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunan şəxsə hansı ixtisas dərəcəsi verilir? İkinci dərəcə dövlət qulluqçusu. Və bizdən sualda sorulur ki, birinci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsini nə zaman ala bilər? 9 ayı tamam olub ilk dəfə daimi dövlət qulluğuna qəbul olunan zaman ikinci dərəcə dövlət qulluqçusunu alan şəxs, dövlət qulluqçusu, birinci dərəcəli ixtisas dərəcəsini almaq üçün biz bilməliyik ki, 3-cü, 5-ci təsnifatlarda növbəti ixtisas dərəcəsi almaq üçün nə qədər staj tələb olunur? Əlbəttə ki, 3 il staj tələbi var. 3 il staj tələbi var. Deməli, Gəncə şəhər apellyasiya məhkəməsində iclas katibi vəzifəsində ilk dəfə daimi dövlət qulluğuna qəbul olunan bir şəxsə birinci dərəcə dövlət qulluqçusunu alır və 3 il işlədikdən sonra ikinci dərəcə dövlət qulluqçusu kimi birinci dərəcə dövlət qulluqçusunu almış olacaq. Bu səbəbdən sualımızın doğru cavabı B variantı olacaq. Növbəti sual. Konstitusiya məhkəməsində icraat hansı dildə aparılır? Qeyd edim ki, hüquq mühafizə orqanları və Konstitusiya məhkəməsində icraat yalnız dövlət dilində aparılır. Dili bilməyən şəxslər tərcüməçinin köməyindən istifadə edə bilərlər. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanuna əsasən etik davranış qaydalarına əməl olunmasına nəzarəti həyata keçirir. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti qaydada həyata keçirir. Yuxarı orqan tabeçilik əsasında həyata keçirir, tabeçilik. Və müvafiq icra hakimiyyəti orqanı öz nizamnaməsinə uyğun olaraq həyata keçirir, nizamnamə. Bu səbəbdən A və C variantlarım yanlışdır. Doğru cavab D variantı olacaq. Etik müvəkkil nizamnaməyə uyğun olaraq xeyr, yanlış fikirdir. Növbəti suala baxaq. 9 il qulluq stajı olan dövlət qulluqçusuna aylıq vəzifə maaşına hər ay nə qədər əlavə haqq ödənilir? Qeyd edim ki, dövlət orqanlarında dövlət qulluqçularına, dövlət qulluğunda qulluq stajına bağlı Prezidentin fərmanı var. 28 yanvar 2002-ci ildə qəbul edilmiş fərmandır. Fərman nələri müəyyən edir? İlk öncə qeyd edim ki, bu fərman dövlət qulluğu haqqında qanuna əsasən qəbul edilibdir və dövlət qulluqçularına daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq
aylıq vəzifə maaşına staja görə əlavə haqq ödənilir. Və fərmanda qeyd edildiyi kimi 1 ildən 5 ilədək 5%, 5 ildən 10 ilədək 10%, 5% qeyd edək burada. 5 ildən 10 ilədək 10%, 10 ildən 15 ilə 20%, 15 ildən yuxarı isə 30% müəyyən edilibdir. 15 ildən yuxarı 30% müəyyən edilibdir. Və sualımızda bizdən 9 il stajı olan bir dövlət qulluqçusunun aylıq vəzifə maaşına nə qədər əlavə haqqı ödəniləcək? Əlbəttə ki, 5 il, 10 il aralığı 10% olduğu üçün sualımızın doğru cavabı olacaq A variantı. 13-cü suala baxaq. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərinə aid deyil. Müraciətə dair tələblərin vahidliyi doğru fikirdir. Müraciətin obyektivliyi, tamlığı, həqiqiliyi. Qeyd edim ki, B variantı yanlış fikirdir və B variantı müraciət deyil, məlumatın hotudur. Məlumat azadlığı haqqında Azərbaycan Respublikasının qanunu var və məlumat azadlığının prinsiplərinə aiddir. Bu səbəbdən yanlış cavab B variantı olacaq. Növbəti suala baxaq. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını hansı orqan həyata keçirir? Rahat bir sualdır. Bu korrupsiya qarşı mübarizə üzrə komissiya var. Həmin komissiya həyata keçirir. İxtisaslaşmış orqan deyərsə açar söz kimi yadda saxlaya bilərsiniz. İxtisaslaşmış orqan komissiyadır. Korrupsiya qarşı mübarizə üzrə komissiyadır. 15-ci sual kargüzarlıqla bağlı olan bir sualdır. Baxaq suala. Aşağıdakılardan hansı səhv yazılmışdır? Hər imtahan kargüzarlıqdan bu sual düşür. Yəni, yazılış qaydaları ilə bağlı dövlət qulluğunun bütün aylarda keçirilən imtahanlarında bir sualımız bu hissədən olacaq. Yasamal rayon icra hakimiyyəti. Bütün şəhər rayon icra hakimiyyətlərinin ilk hərfi böyük yazılır. Bu səbəbdən A variantı doğru fikirdir. Ölkədə vəzifə adları var ki, böyük yazılır. Bunlar hansılardır? Ölkə prezidenti, prezident sözü, baş prokuror sözündə baş sözünün B hərfi böyük yazılır. Sonra baş prokuror sözündə baş nazir sözündə B hərfi böyük yazılır və birinci vitse-prezident sözündə B hərfi böyük yazılır. Bu vəzifə adlarından başqa ölkədə qalan vəzifə adları kiçik yazılır. Fikir verirsəniz, Azərbaycan Respublikasının Maliyyə Naziri kiçik yazılır. Doğru fikirdir. Gəncə Dövlət Universitetinin rektoru. Rektor vəzifə adı olduğu üçün kiçik yazılmalı idi. Bu səbəbdən yanlış olan cavabımız D variantı olacaq. Növbəti suala baxaq. Dövlət gerbinin qabarıq təsvirinin vurulduğu yerlərdən biri doğru deyil. Doğru olmayan fikri istəyir bizdən. Qabarıq təsviri, diqqətli olmalıyıq. Bir gerbin eləcə təsvirindən istifadə olunur. Bir də qabarıq təsvirindən. Gerbin eləcə təsviri misal üçün hara vurulur? Şəxsiyyət vəsiqələrinə, kağız, metal, pul nişanlarının fikir versəniz üzərində var. Ancaq qabarıq təsvir deyən zaman daşın, divarın üzərində olur. Binaların üzərində olur, belə deyim. Naxçıvan Muxtar Respublikasının Ali Məclisin binası, bəli, doğru fikirdir. Gerbin qabarıq təsviri vurulur. Daha sonra Milli Məclisin iclas salonu, bəli. Nazirlər Kabinetinin binası, bəli, vurulur. Diplomatik nümayəndələr və konsulluqların rəhbərlərinin xidmət otağı, yanlış fikirdir. Diplomatik nümayəndələr və konsulluqların binalarına vurulur. Gerbin qabarıq təsviri, binaları. Amma rəhbərin xidmət otağına qabarıq təsvir vurulmur. Bu səbəbdən D variantı yanlış fikirdir. Növbəti suala baxaq. Prezidentin səlahiyyətlərinə aid deyil. Konstitusiyanın 109-cu maddəsindən olan bir sualdır. Gəlin baxaq. Milli Məclisə seçkiləri təyin edir. Doğru fikirdir. Dövlət iqtisadi sosial proqramları təsdiq edir. Doğru fikirdir. Qanunları imzalayır, dərc edir. Doğru fikirdir. Hakimləri vəzifədən kənarlaşdırır. Qeyd edim ki, hakimlərin vəzifədən kənarlaşdırmaq səlahiyyəti Milli Məclisə aiddir. Milli Məclis. Növbəti suala baxaq. Elektron imza, elektron sənəd haqqında qanuna əsasən elektron sənədə dair tələblərə aid deyil. Qanunun 22-ci maddəsində müəyyən edilən quruluşa malik olmalıdır. Doğru fikirdir.
Texniki proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir. Doğru fikirdir. Texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan, yəni vizual şəkildə görülən olmalıdır. Doğru fikirdir. İdentikləşdirməyə imkan verməyən rekvizitlərə malik olmalıdır. Yanlış fikirdir. Fikir versəniz, identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır. Doğru fikir verən rekvizitlərə malik olmalıdır. Ancaq burada identikləşdirməyə imkan verməyən sözü olduğu üçün B variantı yanlış fikirdir. Növbəti suala baxaq. Konstitusiya məhkəməsindən bağlı doğru fikir deyil. Konstitusiya məhkəməsi 9 hakimdən ibarətdir. Doğrudur. Konstitusiya məhkəməsi öz səlahiyyətinə aid edilən məsələlərlə bağlı qərar qəbul edir. Doğru fikirdir. Konstitusiya məhkəməsinin qərarları ölkə ərazisində məcburi qüvvəyə malikdir. Doğru fikirdir. Və əlavə olaraq qeyd edim ki, Konstitusiya məhkəməsinin, Ali məhkəmənin qərarları dərc olunmalıdır. D variantında nə deyir bizə? Deyir ki, Konstitusiya məhkəməsinin qanunları dərc olunmalıdır. Konstitusiya məhkəməsi öz səlahiyyətindən bağlı qərar qəbul edir axı. Yanlış fikri istədiyi üçün D variantını götürəcəyik. Növbəti suala baxaq, 20-ci sual. Kargüzarlıqla bağlı təlimata əsasən sərəncam kim tərəfindən imzalanır? Sərəncam təşkilat rəhbəri tərəfindən imzalanır. Burada digər variantlar var. İclas katibi tərəfindən, iclas katibini çıxsaq, təşkilat rəhbəri tərəfindən imzalanır. Növbəti sual. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən bələdiyyələrlə bağlı doğru fikir deyil. Bələdiyyənin statusu Konstitusiya ilə müəyyən edilir. Elə sualımın doğru cavabı A variantı olacaq. Məndən yanlış cavabı istədiyi üçün bələdiyyənin statusu qanunla müəyyən edilir. Qanunla. Ancaq bələdiyyənin statusunun əsasları Konstitusiya ilə müəyyən edilir. Əgər burada əsasları sözü olsaydı, doğru fikir idi. Ancaq bələdiyyənin statusu qanunla müəyyən edilir. Bu səbəbdən sualımın doğru cavabı A variantı olacaq. Yəni, yanlış fikirdir Konstitusiya ilə müəyyən edilmək. 22-ci suala baxaq. Azərbaycan Respublikasının qanununa əsasən dövlət qulluqçularının vəzifəsinə aiddir. Qanunun 18-ci maddəsindən, Dövlət Qulluğu haqqında qanunun 18-ci maddəsindən bir sualdır. Dövlət qulluqçularının vəzifələri. Vəzifələri yadda saxlamaq üçün qeyd edim ki, fikir versəniz, bütün sonluqlar, yəni şəkilçi olaraq malı-məli şəkilçisi ilə bitir. Yəni, dövlət qulluqçusu kimi siz nələri etməlisiniz, hansı tapşırıqları yerinə yetirməlisiniz? Baxaq. Dövlət orqanlarında və məhkəmədə öz qanuni hüquqlarını və mənafələrini müdafiə etmək. Bu, dövlət qulluqçularının hüquqlarına aiddir. Yəni, bunu mən çıxıram. Çünki məndən vəzifəni istəyir. Dövlət orqanlarının səlahiyyəti hüquqlarına qərarların hazırlanması, qəbul edilməsi, icrasına nəzarət edilməsi. Bu fikir dövlət qulluğunun vəzifəsidir. Qulluqçusunun yox, dövlət qulluğun vəzifəsidir. B variantını da çıxıram. Dövlət sirri qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluqdan verildikdən sonra nə etməlidir? Qorumalıdır, saxlamalıdır, malı-məli. Bu səbəbdən sualımın doğru cavabı C variantı olacaq. Etik davranış qaydalarına əməl etməməlidir. Etməlidir axı. Dövlət qulluqçu etik davranış qaydalarına əməl etməlidir. Sualımın doğru cavabı C variantı olacaq. Növbəti suala baxaq. Dövlət qulluğu haqqında qanuna əsasən ali kateqoriya dövlət orqanlarında texniki işləri görən yardımçı vəzifələrin neçənci təsnifatına aiddir? Ümumiyyətlə, qeyd edim ki, əziz tələbələr, bəzən tələbələr inzibati vəzifələrin bölgüsünü öyrənir, yardımçı vəzifələrin bölgüsünü qarışdırır. Bunu necə yadda saxlayaq? Ali kateqoriya dövlət orqanlarında texniki işləri görən, baxın bunu sizə bu qaydada burada qeyd edim ki, ali kateqoriya dövlət orqanlarında texniki işləri görən yardımçıların birinci təsnifatına düşür. Burada bölgü belə gedir. İnzibatidə fərqlidir bölgülər, yardımçıda daha asandır. Kateqoriya üzrə gedir yardımçıda bölgülər. Ali kateqoriyada texniki işləri görən yardımçının birinci təsnifatı. Birinci kateqoriya dövlət orqanlarında texniki işləri görən yardımçının ikinci təsnifatı. İkinci, üçüncü kateqoriya dövlət orqanlarında texniki işləri görən yardımçının üçüncü təsnifatı. Dördüncü, beşinci kateqoriya dövlət orqanlarında texniki işləri görən yardımçıların dördüncü təsnifatıdır.
Misal üçün gəlin bir sual cavab edək. Maliyyə Nazirliyində kargüzar. Maliyyə Nazirliyi ikinci kateqoriya dövlət orqanıdır. İkinci kateqoriya dövlət orqanıdır. Kargüzar yardımçıların neçənci təsnifatına aiddir? Üçüncü təsnifatına. Bu qayda. Və yaxud Hesablama Palatasında arxivçi. Hesablama Palatası birinci kateqoriya dövlət orqanıdır. Yardımçı vəzifələri neçənci təsnifatına aiddir? Arxivçi vəzifəsi ikinci təsnifatına aiddir. Sualda bizdə ali kateqoriyanı soruşduğu üçün elə yardımçıların birinci təsnifatı olacaq. Bu səbəbdən sualımızın doğru cavabı B variantı olacaq. Növbəti suala keçid edək. Qeyd edim ki, növbəti suala keçid etməmişdən öncə videonu bəyənməyi, eyni zamanda kanala abunə olmağı unutmayın. Növbəti videolar qarşınıza çıxsın. Və yaxud hansı mövzudan istəsəniz, şərh bölməsində qeyd edərsiniz, video izahlar çəkərik. Davam edək. Konstitusiyanın mətnində dəyişiklikləri kim təklif edə bilər? Ümumiyyətlə, Konstitusiyanın 10-cu, 11-ci, 12-ci fəsillərindən hər imtahan minimum 1-2 sual düşür. Minimum. Bunlar əsasən Konstitusiyanın hansı maddələrinə dəyişiklik referenduma çıxarıla bilməz, Konstitusiyanın hansı maddələrinə əlavələr edilə bilməz. Bu tip suallar düşür. Və yaxud Konstitusiyaya əlavəni kim təklif edə bilər, dəyişikliyi kim təklif edər? Bunları siz mükəmməl bilməlisiniz. Konstitusiyanın mətninə dəyişiklikləri prezident və Milli Məclis təklif edə bilər. Ancaq əlavəni prezident və Milli Məclisin azı 63 deputatı təklif edə bilər. Bizdən dəyişikliyi soruşduğu üçün Milli Məclisin azı 63 deputatı yanlış fikirdir. Konstitusiya Məhkəməsinin sədri yanlış fikirdir. Doğru cavabımız prezident və ya Milli Məclis olacaq. Bu səbəbdən sualımızın doğru cavabı C variantı. Korrupsiya qarşı mübarizə haqqında qanuna əsasən maliyyə xarakterli tələblərə aid deyil. Ümumiyyətlə, maliyyə xarakterli tələblər nədir? Vəzifəli şəxslər və yaxud vəzifə tutmaq istəyən şəxslərin verməli olduğu məlumatlardır, belə qeyd edin. Vergi tutma obyekti olan əmlakı barədə vəzifəli şəxs və yaxud vəzifə tutmaq istəyən şəxs məlumat verməlidirmi? Bəli. Mənbəyini, məbləğinin növünü göstərməlidir, hər öz gəlirlərin barədə məlumat verməlidir. Bəli. 5500 manatdan yuxarı olan borcu barədə 1100 manatdan yuxarı olan maliyyə əmlak xarakterli öhdəlikləri barədə məlumat verməyə borcludur. Ancaq burada çaşdırıcı bir məqam var. C variantına fikir versəniz, 5500 manatdan yuxarı olan borcu barədə deyil də 5005 manatdan yuxarı olan borcu barədə, bu da sizləri bir növ belə deyil, çaşdıra bilər. Diqqətli olaq. Sualımızın doğru cavabı C variantı olacaq. Növbəti suala baxaq. Milli Məclisin həll etdiyi məsələlərdə 63 səs çoxluğuyla qəbul edilən qanunu seçin. Ümumiyyətlə, hər imtahan qarşılaşırıq. Milli Məclisin müəyyən etdiyi ümumi qaydalar, həll etdiyi məsələlər və hər imtahanda sual düşür. Həll etdiyi məsələlər deyirsə, Konstitusiyanın 95-ci maddəsindən olan bir sualdır və ilk 5 dənəsi 63 səs çoxluğundan qanundur. Gəlin baxaq. Prezidentin təqdimatı ilə hərbi doktrinanın təsdiq edilməsi. Bu qanun deyil, qərardır. Hərbi doktrinanın təsdiq edilməsi qərardır. Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi. Bu qanundur. Ancaq həll etdiyi məsələdə qanun deyil, ümumi qaydalarda qanundur. Bu səbəbdən çıxıram. Prezidentin təqdimatı ilə diplomatik nümayəndəliklərin təsis edilməsi. Bəli, prezident təqdimat verir. Diplomatik nümayəndəlikləri kim yaradır? Milli Məclis və qanundur 63 səs çoxluğu. Referendumun təyin edilməsi həll etdiyi məsələlərə aid edilsə də qanun deyil, qərardır. Sualımın doğru cavabı olacaq C variantı. Dövlət himninin mütləq ifa edildiyi hallardan biri doğrudur. Tam cavabı istəyir bizdən. Gəlin baxaq. Azərbaycan vətəndaşları üçün mühüm tarixi hadisələr olduqda, vətəndaşlar deyil də Azərbaycan xalqı üçün mühüm tarixi hadisələr olduqda, bu səbəbdən A variantını çıxacaq. Respublikaya rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı. Doğru fikirdir. Müvafiq ölkənin dövlət himnindən qabaq. Xeyr. Hörmət əlaməti olaraq ilk öncə xarici ölkənin himni səsləndirilir, sonra Azərbaycan Respublikasının dövlət himni. Bu səbəbdən B variantında çıxacaq. Prezident seçilmiş şəxsin and içmə mərasimində. Bəli, səsləndirilir dövlət himni. And içmədən əvvəl. Xeyr, and içdikdən sonra səsləndirilir. Bu səbəbdən C variantını da çıxacaq.
Dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı, bağlanışı zamanı bəli, doğru fikirdir. D variantı olacaq. Növbəti sualımız. Məlumat azadlığı haqqında qanuna əsasən məlumatın əldə edilməsi yollarından biri doğru deyil. Yəni, məlumatlar bizə hansı yollarla gəlir? Mediada, o cümlədən mətbuatda dövlət senzurasına yol verilməsi yolu ilə, xeyr, verilməməsi yolu ilə. Doğru deyil, elə A variantını götürə bilərəm. Növbəti suala baxaq. Kargüzarlıqla bağlı təlimata əsasən sənədin icra müddəti nə vaxtdan hesablanır? Çaşdırıcı sualdır. Təşkilata daxil olduğu andan, vaxtdan, saatdan, gündən burada bir növ diqqətli olmalıyıq ki, nə vaxtdan hesablanır? Əlbəttə ki, təşkilata daxil olduğu vaxtdan hesablanacaq, vaxtdan. B variantı. Dövlət qulluğunun şərtləri ilə bağlı müddəalardandır. Ümumiyyətlə, Dövlət qulluğu haqqında qanunun 30-cu maddəsi dövlət qulluğunun şərtləridir. Yəni, burada əsasən iş saatı, məzuniyyət, bu kimi məsələlər göstərilib. Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Ayrı-ayrı növləri üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Doğrudur. Zərurət yaranarsa, rəhbər müstəsna hallarda iş vaxtını 5 saata qədər ayda əvəzi ödənilmədən artıra bilər. Doğru fikirdir. İş vaxtı ayda 5 saatdan artıq artırılırsa, dövlət qulluqçusuna hər saatına görə əlavə haqq ödənməlidir. Doğru fikirdir. İnzibati vəzifə tutan dövlət qulluqçuları üçün ildə bir dəfə 30 təqvim günü haqq ödənilən məzuniyyət verilir. Doğrudur. Sual verilsə ki, sizə, bəs yardımçılar üçün neçə təqvim günüdür? Əlbəttə ki, 21 təqvim günü ödənişli məzuniyyət verilir. Dövlət qulluqçusu öz arzusu ilə dövlət orqanı rəhbərinin razılığı ilə ödənişli məzuniyyətə göndərilə bilər. Bəli, bütün variantlar doğrudur. 1, 2, 3, 4, 5. A variantı deyil, B variantı deyil. C variantında bütün variantlar var. D variantında çıxacaq. Vətəndaşların müraciətləri haqqında qanuna əsasən müraciətlərə baxılması zamanı vətəndaşların hüquqlarına aid deyil. Təkrar yazılı müraciət edirəmsə, ilkin müraciətin nəticəsini ora əlavə edə bilərəmmi? Bəli, hüququmdur, edə bilərəm. Müraciətə baxılmasının dayandırılması barədə şifahi müraciət edə bilərəmmi? Bəli, müraciət edə bilərəm, ancaq şifahi deyil, yazılı müraciət edə bilərəm. Yanlış cavab B variantı olacaq. 32-ci sual. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanuna əsasən əmr, sərəncam, tapşırıqların yerinə yetirilməsi maddəsinə aid deyil. Qeyd edim ki, etik davranış qaydaları haqqında qanundan sual adətən maddələr üzrə düşür və siz bilməlisiniz ki, hansı etik davranış maddəmizdə hansı fikirlər var. Gəlin baxaq. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi birtərəfliyə əməl etməyə borcludur. Növbəti, qanuni göstərişlərin yerinə yetirilməməsi insan məsuliyyətinə səbəb olur. Bəli, qanuni göstərişlərin yerinə yetirilməməsi insan məsuliyyətinə səbəb olur. Və bu fikir əmr, qərar və sərəncam və tapşırıqların yerinə yetirilməsi maddəsinə aiddir. Sualımızın doğru cavabı B variantı olacaq. Növbəti suala baxaq. Korrupsiya ilə əlaqədar hüquq pozmalar barədə daxil olmuş müraciətdə nə qədər müddətə baxılır? Ümumiyyətlə, yadda saxlayaq ki, istəyir dövlət orqanları olsun, istəyir qeyri-dövlət orqanları olsun, korrupsiya ilə əlaqədar daxil olan müraciət varsa, 20 iş günü müddətinə baxılır, 20 iş günü. Rəhbər əlavə olaraq 10 iş günü müddəti də artıra bilər. Dövlət qulluğuna xitam verilməsi maddəsi ilə bağlı yanlış fikri seçin. Çox maraqlı bir sualdır. Dövlət qulluqçunun öz arzusundan. Bəli, öz arzusu ilə dövlət qulluqçusu işdən çıxa bilər. Yəni, dövlət qulluğuna xitam verilə bilər. Qanunvericilik tərəfləri pozularaq işə qəbul edilərsə, bəli. Qanunvericiliklə yerli özünü idarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə, təyin edilə bilər, seçilə bilər. Ancaq imtina etməzsə, dövlət qulluğundan nə edirlər? Kənarlaşdırırlar. Doğru fikirdir. Dövlət qulluğunda pensiya yaşına çatdıqda, yanlış fikirdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatarsa, dövlət qulluğunda olmanın yaş həddinə çatarsa, dövlət qulluğuna xitam verilir. Nəzərə alsaq ki, dövlət qulluğunda pensiya yaşı, misal üçün, 15 il stajı olan bir şəxs pensiyaya çıxa bilər. Misal üçün, 30 yaşında dövlət qulluğuna qəbul edilmiş bir şəxs 45 yaşında istəsə pensiyaya çıxa bilər. Çünki pensiyaya çıxmaq üçün 15 il staj tələbi var.
Ancaq dövlət quluna xitam verilə bilməz. Məsəl üçün 45 yaşında deyil, dövlət qulunda olman yaş həddi, yəni 65 yaşa qədər işləyə bilər, heç bir problem yoxdur. Bu səbəbdən, yəni pensiya yaşı çatanda xitam verilmir dövlət qulluğuna. Növbəti suala baxaq. Azərbaycan Respublikasının dövlət dili haqqında qanun əsasən doğrudur. Vətəndaş ad soyadını dəyişdirməsi qanunla tənzimlənir. Qeyd edim ki, vətəndaşın ad soyadını dəyişdirməsi qanunla tənzimlənir. Qanunvericiliklə tənzimlənir. Bizdən doğru fikirləri istəyir. Bu səbəbdən A variantı yanlışdır. Vətəndaşlar zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib oluna bilər. Bəli, doğru fikirdir. Misal üçün, xarici pasportu, misal üçün, diplomu xarici dildə tərtib oluna bilər. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində bölmə rəhbərinin müavini inzibati vəzifələri neçənci təsdiqlanır? Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ikinci kateqoriya dövlət orqanıdır. İkinci kateqoriya dövlət orqanlarında vəzifələr özündən başladığı üçün aparat rəhbəri 2-yə düşür, aparat rəhbərinin müavini, bölmə rəhbəri 3-ə düşür, bölmə rəhbərinin müavini düşəcək inzibati vəzifələrin 4-cü təsnifatına. Bu səbəbdən sualımızın doğru cavabı D variantı olacaq. Növbəti suala baxaq. Prezident ümumi qaydalar müəyyən etdikdə qəbul edir. Sadə bir sualdır. Ümumiyyətlə, bu tip sualları mən tələbələrə məsləhət bilirəm ki, hər zaman qanunu oxuyan zaman kənarda bir hissədə qeyd etsinlər. Misal üçün, Nazirlər Kabineti hansı aktları qəbul edir? Konstitusiya qanunu, qanun, qərar. Ümumi qaydalarda, üzr istəyirəm, Nazirlər Kabineti deyil də, Milli Məclis. Milli Məclis hansı aktları qəbul edir? Konstitusiya qanunu, qanun, qərar. Ümumi qaydalarda Milli Məclis nə qəbul edir? Qanun. Başqa məsələlərdə nə qəbul edir? Qərar. Bu qaydada qeyd edirsiniz. Daha sonra prezident ümumi qaydalarda nə qəbul edir? Fərman. Başqa məsələlərdə nə qəbul edir? Sərəncam. Eyni qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetini qeyd edirsiniz. Ümumi qaydalarda nə qəbul edir Nazirlər Kabineti? Qərar. Başqa məsələlərdə sərəncam. Bu qaydada qeyd edirsiniz və daha yaxşı yadda saxlayırsınız. Sualda prezident ümumi qaydalarda müəyyən edir, əlbəttə ki, fərman qəbul edir prezident. Daha sonra davam edək. Konstitusiyaya əsasən biri doğru deyil. Məhkəmələrdə baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qərar, qətnamə, hökm, qərar çıxarılır. Yanlış fikirdir. Niyə yanlışdır? Mən sizə izah edim niyə A variantı yanlışdır. Bu, məhkəmədə baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qərar, qətnamə, hökm çıxarılır. Doğru fikirdir. Ancaq bu, konstitusiyaya əsasən olan bir fikir deyil. Bu, məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının qanununa əsasən olan bir fikirdir. O səbəbdən sualın cavabı A variantı olacaq. Yanlışdır. Müsabiqədə müvəffəqiyyətlə keçmiş namizəd vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün neçə gün müddətində orqanın rəhbərinə təqdim olunur? Sadə bir sualdır. 5 iş günü müddətində. Yəni bəzən 5 gün də verə bilər cavablarda. Yanlış fikirdir. 5 iş günü müddətində. Sonuncu sual. Azərbaycan Respublikasının baş prokurorunun müavinləri, Naxçıvan Muxtar Respublikasının prokuroru, eyni zamanda Respublika ixtisaslaşmış prokurorluqlarına rəhbərlik edən prokurorlar vəzifəyə kim tərəfindən təyin azad olunur? Ümumiyyətlə, ilk öncə xatırlayırıq ki, baş prokuror Milli Məclisin razılığı ilə prezident tərəfindən vəzifəyə təyin olunur, vəzifədən azad olunur. Milli Məclisin razılığı ilə. Ancaq baş prokurorun müavinlərini, Naxçıvanın prokurorunu baş prokuror vəzifəyə təyin etmir. Baş prokurorun təqdimatı ilə prezident özü vəzifəyə təyin edir, vəzifədən azad edir. Sualımızın doğru cavabı B variantı olacaq. İmtahanda hər kəsə uğurlar arzu edirəm. Diqqətiniz üçün təşəkkürlər.